Bu dəfə Öndər TV komandası olaraq Cəlilabad rayonu ərazisində yerləşən Göytəpə şəhərinə yollandıq və məqsədimiz 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək Vətən müharibəsi qəhrəmanı adını layiq görülən şəhid Rəşad Abdullayevin ailəsini, ata və anasını ziyarət etmək idi. Qapını açan valideynlərin baxışlarında həm qürur, həm də dərin bir niskil hiss olunurdu. Bu ev təkcə bir ailənin deyil, bütöv bir xalqın qəhrəmanlıq tarixini yaşadan müqəddəs bir ocaqdır. Qartal həmişə dağ başında olar deyirdi Rəşad və o bu sözün əsl mənasında haqqın ən uca zirvəsinə yüksəldi. Rəşad Abdullayev uşaqlıqdan fərasətli, dərsini oxuyan, bacarıqlı bir uşaq idi. Uşaqlıqdan onun həvəsi hərbiyə olub həmişə. Ona görə ki, biz hərbi şəhərcikdə böyüdüyünə görə həmişə küçədə oturanda, daha Rus əskərləri gedəndə o həmişə onlara baxıb deyirdi ki, ana mən də bunlar ki, bu paltardan geyinəcəm, belə deyirdi, heç bilmirdi o nədir. Böyüyəndən sonra da o həvəs onda böyüdü, artdı. Ən böyük həvəs də rəhmətli babası Vətən müharibəsi iştirakçısı idi 41-ci ilin. Həmişə onu otururdu, öz əskərlikdə elədiklərindən, müharibədə elədiklərindən danışardı. Medalların tökürdü qabağına, Rəşad onun medallarına baxırdı. Və Rəşad onun medalların sinəsinə vurub, Naxçıvanskıda oxuyanda, kursant olanda şəkil də çəkdirmişdi ki, o qədər onun hərbi həvəsi var idi ki, haçansa bu medallardan mən də ala bilərəm. Tək oğul olduğuna görə mən onun heç də hərbiyə getməyinin həvəsində olmadım. Amma onun həvəsinə qarşı da nə atası, nə mən çıxa bilmədik. Ona görə onun ən böyük arzusu idi o. Tək hərbiçi yox, o ümumiyyətlə xüsusi təyinatlı olmaq istəyirdi. Özün həmişə orada görürdü. Elə də oldu, oxudu, xüsusi təyinatların təlimlərinə getdi, qazandı. 10 ildə xüsusi təyinatlarda xidmət eləyib. Düzdür, bir ana kimi mən Rəşadla fəxr eləyirəm. Amma bir tərəfdən də ki, bu acını heç bir ananın çəkməsini istəmirəm mən. Rəşad evin 3 bacının bir qardaşı idi. 15 yaşından o mənim evimdən çıxıb, mən 15 il, 17 il mən onu dövlətin ağuşuna vermişəm. Və istədiyim vaxt evladımı görməmişəm, istədiyim vaxt onu ad günü eləməmişəm, istədiyim vaxt yanında olmamışam. O qədər məndən uzaqda olub uşaq, heç mən bəzən onun hansı yeməkləri sevdiyində əməlli bilmirdim. Gələndə deyirdim, Rəşad ana sənə nə bişirsin, nə xoş deyirsən. Yanımda böyümədiyinə görə. 30 illik ömrünün 17 ilin dövlətimizə həsr elədi, oxudu, işlədi. Və şərəfli seçdiyi sənətlə də, şərəfli də dünyasını dəyişdi. Qəhrəmanlıq zirvəsinə yüksəldi. 2 dənə körpə balası var. Amma nə qədər mənim üçün ağırdı uşaqlar atalarını soruşanda, istəyəndə. Yenə də mən uşaqlarımın yanında heç vaxt ağlamıram. Deyirəm, qoy, onlar heç nə başa düşməsin. Onların səhvi olanda da deyirəm, bunu eləməyin. Atoz mələkli göydədir. Atoz siz oradan izləyir. Əgər siz Atoza layiqsiz bir iş görsünüz, Atoz sizdən küsər, heç vaxt sizin yanınıza gəlməz. Görürəm ki, uşaqlarım da mənlə razılaşırlar. Elədiyi səhvi bir də eləmirlər ki, atamız göydən bizə baxır, küsər gedər. Belə, mən oğlumla fəxr edirəm. İnsan dünyaya bir dəfə gəlir, bir dəfə də gedir. O mənə deyirdi, ana, gəlirdi, deyirdim, heç üzvə həsrətəm mən, gedirsən, sən də sənət seçdin də, getdin hərbini seçdin, bir dənə uşaq idin. Maşını da var, deyirdi, ana, nə bilirsən, mən gedəndə salyanda var eləyərəm, ölərəm, gətirərlər məni, deyərlər, Rəşad öldü. Amma dedim, mən şəhid olsam, məni həmişə yaşadacaqlar. Və mən arzu edirəm ki, gələcək nəsil, dövlət, xalq həmişə bütün şəhidləri yaşatsınlar, unutmasınlar və bir valideyn bundan başqa bir şey istəməz ki, ancaq bizim uşaqlarımızı tanıtsınlar, yaşatsınlar. Bütün şəhidlərin məkanı cənnət olsun mənim də evladımın.
Döyüş yoldaşları arasında canavar təxəllüsü ilə tanınan Rəşad Abdullayev cəsarəti, qorxmazlığı və liderliyi ilə seçilən igidlərdən biri idi. Onun qəhrəmanlığı təsadüfi deyildi. Rəşadın damarlarında qəhrəmanlıq qan axırdı. Şəhidlik xəbərini atası evdən əsə elirdi, bana çıxmışdı. Mən də evdeyim, mən pis idi də, hamımız televizorun qarşısında. Sonra atası gəldim ki, o Arif deyirlər, oranda partladıblar, buranda partladıblar ermənilərin. Gördüm, kişi elə pisdir ki, dedi, cəhənnəm olsun hər şey. Rəşaddan xəbəri yoxdur. Onda mən özümü götürdüm, çıxdım yerə. Şəhid sözünü eşitmədim, eşitsəydim elə eləməzdim. Elə bildim, deyir ki, əsir düşüb. Mən heç vaxt, ən böyük arzum bu idi ki, Rəşad şəhid olsun, amma heç vaxt erməninin əsir olmasın, onu sındırmasınlar orada. Babası 2-ci Dünya müharibəsi iştirakçısı Məmməd Ağa Abdullayev nəvəsini hər zaman aslanım deyə çağırardı. Bu sözlər sanki gələcəyin qəhrəmanına verilən bir ad, bir taleyin işarəsi idi. Rəşad uşaqlıqdan, məktəb illərindən özünün vətənə sevgisi böyük olub. Onun uşaqlığı 90-cı illərin yanvar hadisələri, ondan sonra Qarabağ hadisələri onun gözünün qabağında. O hadisələrlə Rəşad böyüyüb və onda vətənə sevgi, vətənə məhəbbət o dövrlərdən başlayıb. 90-cı illərdə onun 3 yaşı var idi. Sovetlər qoşunu Azərbaycana 20 yanvar qırğını törədəndə Göytəpədə də hərbi texnika və əsgərlər küçədə gecə səhərə qədər hərəkət edir və Rəşad da bunların hamısını seyr edirdi. O qan yaddaşına yazırdı bunların hamısını. Orta məktəbdə oxuyarkən məktəbi müəllimlər tərəfindən həmişə onun barəsində müsbət fikirlər söylənib, çox çalışqan, tələbkar və öz ideyasını, amalını həyata keçirməyi bacaran bir gənc kimi yetişirdi. 9-cu sınıfı bitirəndən sonra hərbçi olmasını arzu etdiyini bildirdi və biz də buna razılıq verdik. 9-cu sinifdən Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul oldu. 3 il hərbi liseydə oxuduqdan sonra Heydər Əliyev adına Ali hərbi məktəbə daxil oldu. 2010-cu ildə Heydər Əliyev adına Ali hərbi məktəbi leytenant rütbəsində bitirib, 1 il təlim tədris mərkəzində ixtisas üzrə kurslar keçdi. 2011-ci ildə təyinatı üzrə Tərtar istiqamətində Ensali hərbi hissəyə tank aleyhinə mütatıcı takım komandiri kimi öz hərbi xidmətinə başladı. Öz köhnə qrup yoldaşları ilə öndə gedərək, dazorda gedib ilk 2 gündə 37 ya 34 düşmən postunu Murovdağ istiqamətində işğaldan azad eləmişdilər, taburlu. 28-i növbəti yüksəkliyi azad etmək üçün yenə də öndə gedən Rəşad 2 nəfərlə, onlardan biri hal-hazırda qazidir, sağdır. Biri Orxan Dəşdamirov, eyni anda vurulublar onlar gizli postdan. Düşmənin qurduğu puskida gizli postdan eyni anda vurulublar. Orxan Dəşdamirov
yerindəcə şəhadətə qovuşub. Rəşad 2 güllə yarası almasına baxmayaraq, güllə yarasının biri sağ sinəsindən, biri də qarın nahiyəsindən olub. 17 saat yaşayıb. Təxliyə qrupu gəlib, Rəşadı təxliyə qrupuna veriblər ki, təxliyə eləsinlər. Həmin ərazi dağlıq ərazidir, relyef çox çətindir. Təxliyə qrupu öz vəzifəsini yerinə yetirə bilməyib. Rəşadı təxliyə eləməyiblər. Ata-ananın tək oğlu, 3 bacının yeganə qardaşı olan Abdullayev Rəşad Arif oğlu 14 sentyabr 1988-ci ildə Göytəpə şəhərində anadan olub. Bu gün Rəşad Abdullayevin adı təkcə ailəsinin deyil, bütün Azərbaycanın qürur mənbəyidir. Onun keçdiyi həyat yolu, göstərdiyi qəhrəmanlıq və vətən sevgisi gələcək nəsillər üçün bir örnəkdir. Bu evdən ayrılarkən bir daha anlayırsan ki, qəhrəmanlar unudulmur. Onlar tarixə çevrilir və yaddaşlara həkk olunur, hər zaman yaşayırlar. Bəli, Vətən müharibəsi bizə çox böyük, itkilər bahasına böyük, qanlar bahasına başa gəldi. İndi bizim bütöv Azərbaycanımız, düşməndən azad olmuş Azərbaycanımız var. Biz bunu qoruyub saxlamalıyıq. Rəşad kimi oğulların qanı bahasına alınan torpağı göz bəbəyi kimi qorumaq lazımdır. Mən həmişə inanırdım ki, bizim ordumuz, bizim oğullarımız vətənin hər bir qarış torpağını azad edəcəklər. Amma heç ağlımın ucundan keçirdə bilmirdim ki, Qarabağ ermənisiz Qarabağımız olacaq. Bir gün Qarabağ ermənisiz olacaq. Buna da nail oldu, bunu da gördük. Buna da çox şükürlər olsun. Ata ocağını ziyarət etdikdən sonra yolumuzu Bakı şəhərinə saldıq. Burada şəhidin həyat yoldaşı və övladları ilə görüşdük. Bu görüş də ən az valideynlərlə olan görüş qədər duyğusal və təsirli anlarla yadda qaldı. Bizim ailəmiz 7 il davam elədi Rəşadla. Tanış olmağımız 2012-də olmuşdu. Sentyabrın 15-i baldızımın toyunda. Baldızımla biz kursda oxuyurduq, tibb bacılığında. Oradan tanış olmuşduq. Və toyda görmüşdü, bəyənmişdi, elə gəlmişdilər. Ailə həyatımız 7 il davam elədi, amma bir yerə yıxsaq, heç 2 il, 3 il biz bir yerdə olmamışıq. Həmişə təlimlərdə olurdu. Başqa-başqa yerlərə getdiyinə görə biraz uşaqlardan aralı olurdu. Rəşadla çox gözəl xatirələrimiz olub. Düzdür, ən böyük xatirələrimiz övladımızı böyütmək idi, arzularımız o yöndə idi. O qismət olmadı. Bir qəhrəman ailəsi olaraq bu yolda davam edirik. Düşünürəm ki, mən tək deyiləm. Hər zaman yanımdadır Rəşad mənim, hər addımımda. Hər gün evimizdə Rəşadın adı çəkilir. Yəni, o gün olmasın ki, ata belə eləmədi, bunu ata demədi deyə bir gün olmur. Hər uşaqlarımın üzünə baxdığımda Rəşadı xatırlayıram mən. Oğlum onsuz Rəşada çox bənzəyir, həddən artıq. Bu da mən düşünürəm ki, Rəşadın şəhidliyindən sonra daha çox bənzədi. Bir şey ki, təskinlik verici düşünürəm ki, Allah onu bizə yönləndirdi ki, daha çox Rəşadı oğlumun üzündə görək. Atası kimi qəhrəman olmağı arzulayıram, amma öz yolunda davam eləməyi, vətənə xidmətində, öz sahəsində. Rəşadla arzularımız düzdür, çox idi. 2020-də danışırdıq ki, oğlumuzun sünnət toyunu eləyək. Ən böyük arzusu o idi. Siyahını da yazıb özü qoymuşdu. Əlimdən gəldiyi qədər 2 il sonra mən onun istəyini yerinə yetirdim. Əminəm ki, o özü də bunu görür. Əlimdən gəldiyi qədər elədim. Bir də uşaqların yaxşı oxumağı idi. Hər zaman Rəşad vətəninə, millətinə çox bağlı idi. Həddən artıq dövlət adamı idi. Yəni, prezident deyəndə Rəşadın yanında heç kim danışa bilməzdi, ancaq özü danışardı. Və deyirdi ki, mənim uşaqlarım ən yaxşı təhsil alacaq. Mən də onun arzusunu yerinə yetirdim. Ulu öndərimizin adını daşıyan Heydər Əliyev adına liseyə yazdırdım və
Bu bizim üçün bir fəxirdir. Həm ulu öndərimizin adını daşıyan lisey, həm də bir şəhid övladı kimi. Gələcəkdə də haransa bir yaxşı yerlərdə adları halını alanda birinci məktəb, sonra atasının adı hallanacaq. Yəni bu bizim üçün fəxirdir. Artıq demək olar ki, başqaları üçün 6 ildir bu müharibə, amma bizim üçün dünən kimidir. Biz hərbi Qaradokda qalırdıq. 2020-nin sentyabrın 26-sı saat 4:45-də Rəşad evdən çıxıb o başdan çağa. Rəşad evdən çıxanda bir arxaya döndü ki, uşaqları sənə əmanət eləyirəm. Mən sənə özümdən çox güvənirəm. Bu söz məni çox tutmuşdu, amma dedi çıxdı. Bilirdi ki, o sözün üstündə mən duracağam və suallarım çox olacaq ona qarşı. O şəhid olandan sonra mən onu anladım ki, o mənə nə demək istəyir. Bir də sentyabrın 19-u əmsinin yas mərasiminə getmişdik. Öz həyətimizdə idi yas mərasimi. Orada oturanda mənə dedi ki, duy elə ki, mən salamat qayıdım. Mən dedim ki, sən təlimə gedirsən. Dedi, təlimə gedirəm, amma duy elə ki, salamat qayıdım. Çünki sən təksən, uşaqlarından tək qalacaqsan, sənə yazığım gəlir. Mən də ailənin bir övladıyam. Nə bacı, nə qardaş yoxdur. Uşaqlıqdan ata belə üzün görməmişəm, nə də atam mənim üzümü görməyib. Ona görə tək idim. Düşünürdüm ki, bir çox şeyi bacarmaram. Amma Rəşaddan sonra bacaracağım çox şeylər oldu. Bir qəhrəman xanım olaraq Rəşadın adı mənim çiyinlərimdə hər zaman. Onun adından ilhamlanaraq mən addımlayıram. Bu günə qədər də nə etmişəmsə onun adından kənara çıxmağa çalışmamışam. Hər zaman elə addımlayıram ki, gələcəkdə də onunla biz cənnətdə inşallah nəsib olarsa, qovuşarsaq, alnı açıq gedim onun yanına. Bugün uşaqlarımı da onun adı ilə böyüdürəm və çox bir fəxirli bir hissdir. 1 fevralda Xocalı hadisələrində qızım məktəbdə demişdi ki, mənim atam onların qisasını alıb. Yəni bu ən böyük bir fəxirdir. Çünki Xocalı hadisəsini biz unuda bilmirik. Orada olan uşaqları, öz uşaqlarımı onun yerinə qoyuram. Xanımların yerinə özümü qoyuram ki, yəni bu dəhşətli bir şeydir. Bir qürurlu, fəxirlidir ki, sən həyat yoldaşın onların qisasını alıb. Övladlarımı da atasına layiqli böyüdürəm. İnşallah ki, gələcəyə doğru elə getsin. Hər gün, elə gün yoxdur ki, dediyim kimi atasından danışmayaq orada. Ata, hər zaman ata bunu istəyirdi. Onlara da tənbihləyirəm ki, ata bunu istəyirdi və siz də bunu istəyin. Elə davam eləyirik bu yolda. Bizdə mən ailənin yeganə övladı olduğuna, biraz yaşım da o zamanlar az idi. Dayılarım tərəddüd eləyirdi bir hərbiçi ilə ailə qurmağa. Və Rəşad özü gəlmişdi elçiliyə. Ki, daima orada söz verdi ki, yəni narahat olmayın. Necə alıramsa, necə böyütmüsünüzsə, elə də mənə əmanətdir. Evimizdə də hər zaman, yəni çox üzr istəyirəm, uşağımız olmamışdan qabaq bir uşaq kimi davranırdı. Çünki mən ata nədisi yaşamamışam. Hər zaman evə gələndə o sevindirirdi məni. Düzdür, bugün o özü olmaya bilər. Cismən olmaya bilər. Amma ruhən hər zaman bizimlədir. Mən Rəşadın şəhidliyini də özüm yuxuda görmüşdüm. Gördüm ki, 3 dənə tabutdu. Hərbi maşına qoyur Rəşad bayraqla. Soruşdum ki, bu nədir? Dedi ki, bu bizə təlimdə lazım olacaq. 25-i gecə görmüşdüm mən bunu. 30-u səhər tezdən 29-u Rəşad şəhid olmuşdu. 30-u xəbər gələndə mən onu hiss eləmişdim. Qaradokun həyətində saat 4-dən mən gəzirdim. Hiss eləmişdim ki, Rəşad yoxdur, amma onu qəbullana bilmirdim. Xəbər gələndə ki, Rəşad ağır yara aldı, demişdim ki, yox, Rəşad artıq yoxdur. Və biz rayona gedəndə 3 gün mən bunu qaynatam gündən gizlətmişdim. Bir otaqda oturub onlara bilindirməməyə çalışırdım ki, nə qədər olmaya ata-anadır və onlar özlərini saxlaya bilməzlər o gələnə qədər. Rəşadın xəbəri gələndə
qızıma söz vermişdi. 2020-ci ildə qızımın son ad günüsündə o evdə olmadı. İşdə oldu və 3 gün qızım tortunu kəsmədi. 3 gün gətirdi, süfrəyə qoyduq, ata gəlmədi. Ata saat 4-də 5-də gəlib 1 saat qayıtdı evə. Qızım o tortu kəsmədi. O tortu eləcə də biz atdıq. Və ona Rəşad söz verdi ki, ata təlimlə gəlsin, səni gəzməyə aparacaq. Elə oldu ki, atası şəhid olaraq gəldi. Mən qızımı qoymadım tabutun üstünə gəlməyə, o övladlarımı qoymadım. Amma bizdə Qaradokdan xanımlar getmişdi məndən. Hansı ki, indi onlar da şəhid xanımlardı və yaxın idik. Onlara Rüqəyyə deyirmiş ki, hələ indi də deyirlər ki, Rüqəyyə deyirdi ki, atam mənə söz vermişdi. Gəlməyəcək. Bunlar da bilmir nə desinlər, amma bilirəm atam gəlməyəcək. Amma axı o mənə söz vermişdi. O gündən bir yana mən Rüqəyyənin ad günüsünü daha yaxşı qeyd eləyirəm. Daha təntənəli qeyd eləyirəm. Atası söz verdiyi kimi hər il bir yerdə qeyd eləyirəm. Bir neçə dəfə xaricə aparmışam onu öz istəyinə ki, atadan nə istəyərdim, bunu istəyərdim, elə eləmişəm. İnşallah ki, gələcək günlərdə də Rəşada verdiyim sözü tutum. Çünki mən düşünürəm ki, Rəşad sağdır. Cismən olmasa da ruhən o sağdır. Özüm də onu hiss eləmişəm dəfələrlə. Səhər olacağı işi Rəşad bir gün öncədən yuxuda mənə deyib o sözləri. Onu dəfn eləyənin o başdan çağısı da mən görmüşdüm ki, kim desə ki, günlər Rəşad ölüb, inanma. Mən hər zaman sağam və bircə Rəşad deməyin yetərlidir. Mən də nə zaman başım dara düşsə, çünki qızın başı dara düşəndə ya atıya sığınar, ya da yoldaşa sığınar. Atanı görmədiyim, bilmədiyimə görə mən yoldaşa sığınıram. Sadəcə deyirəm ki, Rəşad özün kömək elə. Və hər zamanlı köməyimə çatıb. Rəşadın qızı Rüqəyyə atasının xatirəsini yaşadan ən gözəl nümunələrdən biridir. O musiqiyə böyük həvəs göstərir, pianoda gözəl ifalar səsləndirir. Bununla yanaşı rəsm çəkməyə də xüsusi marağı var. Rüqəyyənin çəkdiyi rəsmlər arasında biri xüsusilə diqqət çəkir. O həmin rəsmdə atasının Murovdağ istiqamətindən gəldiyini və onunla qucaqlaşdığını təsvir edib. Bu təsvir təkcə bir uşağın xəyalı deyil, həm də bir övladın atasına olan sonsuz sevgisinin, həsrətinin və bağlılığının ən saf ifadəsidir. Rüqəyyənin ən böyük istəyi odur ki, atasının arzusunu həyata keçirsin və həkim olsun. Mənim atam həmişə gələndə mən və qardaşıma çöplü sok alırdı işdən gələndən sonra bizim üçün. Mən atamla fəxr edirəm. Mən bağacaqdan belə rəsm çəkməyi çox sevirdim. Bu yaşlarıma qədər belə sərgilərim olub, belə sevmişəm rəsm çəkməyi, indi də rəsm çəkirəm. Mən bu şəkli Murovdan gələn atam üçün həsr eləmişəm. Şəkildəki atam və mənəm Murovdan gələndə. Bizi belə əyləncəli yerlərə aparırdı. Sonra bizə söz verdi ki, hər işdən gələndən sonra bizə bir yerə aparırdı. Belə parklara aparırdı, əyləncə yerlərinə aparırdı. Qürur hissi keçirdirəm ki, yəni mənim atamdır, mən onun övladıyam. Mən sərgilərdə olanda belə şəkil mənə təqdim edirdilər və atam da təqdim edirdi. Onda yaxşı hiss edirdim ki, həm atam da təqdim edirlər və məni də təqdim edirlər. Məktəbdə tədbirlər olanda belə məktəbdəki şəhid uşaqlarını yığıb tədbirlər edirlər belə necə deyim, edirlər də şəhid uşaqları öz ataları haqqında danışırlar, hamıya onlar haqqında danışırlar və deyirlər. Belə mənim üçün çox səmimilər, mən onları çox sevirəm. Yəni nənəmlə babam məni çox sevirəm, mən də onları çox sevirəm. Mən atama söz vermişəm ki, mən böyüyəndə diş həkimi olacağam və inşallah böyüyəndə diş həkimi olaram. Atam işdən gələndə bacımla mənə sok alırdı, şirniyyatlar alırdı.
Atam məni bərbərə aparanda eyni vaxtda bizi qırxındırar saçımızı. Atam mənim qabaqda otururdu, başı sürəndə. Atamı xatırlayıram mən. Atamla futbola baxanda mən atamın yanında otururdum, atamı qucaqlayırdım və baxırdıq. O Real Madrid, mən Barcelona. Mən Qalatasarayın azərkeşiyəm. Atamın arzusu ki, mən həkim olum və atamın arzusu mən yerə keçirəcəm. Qucaqlaşmışdıq, onu çəkmişik. Mən yatanda onun qucağında. Atam əsgərliyə gedəndə 2020-də sentyabrda dedi 2 günə gələcəm. Bu görüşlər bir daha göstərdi ki, şəhidlər təkcə tarixdə deyil, ailələrinin, övladlarının və bütöv xalqın qəlbində yaşayırlar. Onların əmanətləri isə bu sevgini, bu ruhu gələcək nəsillərə daşıyır.